Əziz magistrlar, sıra sizə gəldi. Keyfiyyətli universitetlərdə magistr təhsili almaq istəyirsinizsə, planlamağa hardan başlamalısınız? Bu suala cavab verməyə çalışacağam. Planlamağa biraz radikal olsa da, birinci kursdan başlamalısınız deyərdim. Ümumiyyətlə universitetlərin, keyfiyyətli universitetlərin sizləri seçərkən baxdıqları meyarlar, baxdıqları ölçüləri böyük şəkildə qruplaşdıracaq olsam, 4 başlıqda qruplaşdırmaq istəyirəm və bu videoda bunların ikisindən bəhs etmək istəyirəm. Birinci, ən önəmli və birinci kursdan başlamalı olduğunuz meyar sizin ümumi orta balınızdır. Hansı ki, bakalavrın 4 ilində siz bu meyarı əldə edirsiniz. Ona görə hazırlığa birinci kursdan başlamalısınız ki, siz artıq ikinci, üçüncü kursda bu prosesə başlasanız, ümumi orta balı istədiyiniz ölçüdə qaldıra bilməyəcəksiniz, istədiyiniz ölçüdə saxlaya bilməyəcəksiniz. Ümumi orta bal sizin hal-hazırda var olan təhsilinizdə göstərdiyiniz akademik performansın bir nömrəli göstəricisidir. Bu universitetdə sizin haqqınızda çox böyük fikir formalaşdırır. Yəni bu artıq bir aldığı akademik təhsil səviyyəsi üzrə yüksək göstəricidə oxuyan tələbə universitetə fikir verir ki, bəli, bizə gəldiyində də bu şəkildə nəticə göstərə biləcəkdir. İkinci nüans isə, yəni ikinci başlıq isə sizin nəzəri olaraq öyrəndiyiniz təhsili praktiki olaraq harda tətbiq etmisiniz? Yəni bu sizin iş təcrübəsi ola bilər, bu intern deyilən ödənişli və ya ödənişsiz praktika ola bilər. Ümumiyyətlə ödənişli və ya ödənişsiz olması çox əhəmiyyətli deyil, ancaq universitetlərdə bir fikir formalaşmalıdır ki, siz nəzəri fəaliyyətlərinizi praktikada icra etmisinizmi? Ümumiyyətlə siz şəxsiyyət olaraq sadəcə bir nöqtəyə fokuslanan namizədsiniz, yoxsa öyrəndiklərinizi praktiki olaraq da həyata keçirirsiniz? Növbəti olaraq isə iki başlıqdan gələcək videomda bəhs edəcəm.